videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi Mingəçevir şəhərindən salamlayırıq. Bu günlərim çox sağ olsun, dəyərli qardaşlarımız, bacılarımız pul göndərdilər. Buradan bir video rolik atmışdılar mənə, bir körpə uşağın ağzının qanamasını və küçələrdən qırıntı çörək yığdığını. Aytəkin bacımızın evladıdır. Allah qorusun bütün balaları. Deməli, Şəkidən Allah adamı, mənim gözəl əmim 3000 rubl göndəribdir. Aksolu Ramin qardaşım 20 manat göndəribdir. Nəcəf balamızın adından 5000 rubl gəlibdir. Moskvadan Saday qardaşımız 1000 rubl göndəribdir. Nizat qardaşım 500 rubl göndəribdir və Nizat qardaşımızın dostu Murmanskidən Səbuhi 500 rubl göndəribdir. Və mənim gözəl xeyriyyətçi qardaşım 400 manat pul göndərib. Allah min əvəzin versin. Mənim dostum Hacı Sahil qardaşım 2000 rubl göndəribdir və Nizat qardaşımızın dostu Cavid qardaşımız 1500 rubl göndəribdir. Zərifə xanımın qrupundan Zərifə xanımın yaxınları 40 manat öz kartınıza göndəribdir. Çox sağ olsun, Allah cibinizi dolu eləsin, Allah ruzinizi bol eləsin və Allah Taala Habil Zümrxanı, mənim gözəl əmim, Allah sənin qapını açsın. Habil əmi içəridə olmağına baxmayaraq 5 manat da göndərib. Təşəkkür edirəm, cibin dolu olsun. Cəm şəkildə gözəl izləyicilərimiz 370 manatlıq ərzaq almışıq, 30 manat maşınımıza yanıldaq vurmuşuq. Allah cibinizi dolu eləsin və hər bir kəsdən xahiş edirəm, videomuzu sona qədər izləyərsiniz, like verib öz fikirlərinizi bildirərsiniz. Allah bütün xəstələrimizə şəfa versin. Gözəl bacımız, sizə bazarlıq edib gətirmişik. Bütün nə lazımdırsa hamısını almışam. Tayla, undan belə, kartofudur, soğanıdır, meyvəsidir. Karobka ilə yağını almışam. Mal əti ayrı, toyuq əti ayrı. Hamısını nə lazımdır almışıq. İndi inşallah köməkli çıxardarıq yuxarıda da bir çəkilişimiz olar. Onu qürbətdə yaşayan Azərbaycanlılarımız göndəribdir bacım. Şirin ağızla yiyəsiniz. Allah göndərənlərin malına, mülkünə bərəkət versin. Allah xəstələrimizin hamısına şəfa versin. Bax bu ərzaqı sizə göndərən qardaşlarımız var. Allah canlarını sağ eləsin. Allah ruzilərin bol eləsin. Allah min əvəzini versin. Allah xatadan baladır. Ağlama baba. Ağlama. Kirayədə qalırsınız burada. Oğlumuz əsgərdir. Kira pulu nə qədərdir? 200 manat. Bax bu da 200 manat sizin bir aylıq kirayəniz. Bunu da yol gələrkən, bax bunu da Halı Zümrxanı göndərib, içəridə də Allah qapısınız. Allah min əvəzini versin, Allah qapısını açsın, bizi görməz Allahdan istəyir. Çox sağ olun. Bax, cəm şəkildə 400 manatla yol pulumuzla birlikdə ərzaqımızla verilir. 200 manatda kirənizin pulunu verdik. Onu qürbətdə yaşayan gözəl qardaşlarımız, bacılarımız göndəribdir. 40 manatda sizin öz qartınıza göndərilir. Allah cibinizi dol eləsin, Allah ruzinizi bol eləsin. Amin, Allah İndi bunu ağırlarını mən aparacağım, yüngülləri siz götürərsiniz. Çəkilişimizi dayandıraq, içəridə çəkilişimiz davam edilir. Dəyərli izləyicilərimiz, gətirdik, çıxartdıq ərzaqımızı. Nətərsən qazanam? Bax, əmilər, bibilər sənə pul göndərdilər, geçək bazarlıq elədik, gətirdik, bir aylıqda kirəyinizin pulunu verdik. Çox sağ olun, Allah razı olsun. Sağ olun bacım. Bacı qardaş bizə dəstək olur. Allah min əvəzini versin. Allah xatadan baladan uzaq eləsin. Sizlər də əziyyət çəkib gəlmişsiniz, haqqınızı halal xoşun olsun bacı. Allah xatadan baladan, pis şeylərdən sizləri qorusun. Çox sağ olun. Görməz Allahdan istəmişəm. Heç kimin yox. Nə atam var, nə anam var, nə bacım var, nə başım var. Hamısı rəhmət edir. Allah rəhmət eləsin. Özüm hər axşam bazardan gətirəm, hamısını bazardan gətirmişəm, onun içində də çöl. Baxaq da, ona baxa bilərik bacı. Bazardan bazardan gətiririk hamısını. Yəni oradan gətiririk, yeyirik.
Buradan da dəstək olurlar, sağ olsunlar. İnsan yəni bir yerdən dəstək, ikinci yerdən istəyəndə adamda üzü lazımdır. Yəni çox həyəcanla çəkirəm. Sağ olsunlar, statusunu da gördü bir qardaş, o da bizə yardım edir. Allah canını sağ eləsin. O paylaşdı, sizə xəbər çatdırdı ki, yəni. Bəli, Bakıda- Nizat qardaşımız həmişə bizim səhifəmizdə Bir dəqiqə ehtiyac olan kağızlarını insanlara gətirdim, yardım bax, eləyən Bakıya qardaşdır. Aparmışıq, bir il bundan qabaq. İndi həkim deyir ki, yox, təzdən Bakıya analizlərə get. Təzdən Bakıya analizlərə getməlidir ki, Bakıda qanun institutunda bir də Bayraq bizdən çıxas bərdə. Bayrağımızı da düz tutalım. Bayrağımız. Onlara bu bayrağa. Bilən, durmayacaq bacım. Yəni, oğlum da əskərdə, hələ ki getməmişəm yanına, getməyə də gücüm yoxdur, özü də başa düşür ki, Cedə, Kəlbəcərdədir. Kəlbəcərdə eləyir. Oğlunuzun ad familiyasını yazıb verərsiniz. Elə burada deyin, mənim oğlum da. Qasımova Vüqar, Qasımov Vüqar Namıkoğlu. Kəlbəcərdə Əskərdir. əskərdir. Allah qorusun. Mənim də oğlum sabah yox bir suyu yedir. İnşallah. Allah bütün əskərlərimizi qorusun. Amin, komandirlərimizi amin, qorusun. amin bacım. Sağ- 10 ayın içindədir. Allah 10 ayda qorusun. hələ bir dəfə yanına getməmişik. İnşallah gedərsin. İnşallah Allah Allah'ın qorusun. köməkliyi ilə Allah canınızı sağ eləsin. Yəni gördükləriniz yəni hamısı da bax şeydən gətirmişəm yəni. Baxın. Bax köhnədir hamısı. Köhnə. Gətirmişəm hamısı köhnədir. Allah şahiddir ki hamısı köhnədir. Çölə tökürlər. Gətirmişəm ki uşaq içsin. Allah kömək olsun. Allah kömək olsun. Oğlunun biri də görürsünüz də tərisində, qızdırma içində yanır. Elə ambulat indi gedibdir. 3 uşağınız var Bəli, bacı. özüm də razınızdan xəstəyəm, ağciyarımda. Allah şəfa versin. Bacım sizin bir dəqiqə zəhmətdən keçib orada durun. Bir dənə kartınızı verərsiniz amma. Yoldaşın yoxdur xanım. Uşaq anatası baxmır. Yoxdur. Ayrılmışam, Baxmır. üzr istəyirəm nə işə üstündə, yenə yəni belə şeylərdən. Yəni ayrılmışam. Bacım kartınız var sizin. Kartım var, amma pozulmuş şifrəsi var. Bilirsən belə Dəqiq. hə nömrəsini bilirsən kartınızı. Telefona baxıb deyə bilərəm. Telefonunuza gətirin baxaq. Deməli gözəl izləyicilərimiz, bax bu adınız nə oldu yadımdan? Aytəkin. Aytəkin bacı 3 övladı var. Biri bax bu qızdır, balacası. Bir oğlu əskərdir. Allah bütün əskərlərimizi qorusun. Və bir oğlu da gördüyünüz kimi qızdırma içində yanır. Elə indi ambulat gedibdi. Bir dənə mobil kartınıza girin. Aytəkin bacının öz kartının nömrəsini deyəcəm. Yəni kim Allaha xatir kömək eləmək istəsə, kart sizin öz adınızdadır. Aytəkin Qasımova Aytəkin çıxır. Qasımova Aytəkin. Deməli 41 69 73 88 55 94 99 62. Yəni bax bu kart Aytəkin bacının öz adınadır. Bu ailəyə kim Allaha xatir, bax bu körpə balaya xatir kömək eləmək istəsə, bax bu karta pul vura bilərsiniz. Yenə deyirəm 41 69 73 88 55 49 99 62. Əliyeva Qasımova Aytəkin. Kim kömək eləmək istəsə, xahiş edirəm, bax bu ailəyə kömək eləyərsiniz. Biz bu günlərim bu videonu mənə dünən atdılar. Mən bu günlərim gəldim bu ailəni lap dərindən tanıdım. Allah kömək eləyən qardaşlarımızın canını sağ eləsin, ömürləri uzun olsun, ruzi bərəkətləri daha da bol olsun. Mən xahiş edirəm, bax bu ailəyə kim kömək eləmək istəsə,
kirayədə qalır. Ayda 200 manat kira pulu verir. Allah canınızı sağ eləsin. Bax, bir gözəl qardaşımız statusumuza qoydum o videonu. 400 Azərbaycan pulu göndərdi sizə. Çox sağ olsun. Allah Və razı olsun. Nizat qardaşımızın sayəsində mən bu gün buradayım. Nizat qardaşımız bizim nə qədər ki şəhid ailələrinə, qazilərə ev tikmişik, nə qədər ki körpə balalar olub, onlara yardım eləmişik. Orada Nizat qardaşımız öndə olubdur. Və Nizat qardaşımız da sizin bu videonuzu atdı mənə. Mən statusumda paylaşdım. Çox sağ olsun səsimə, səs verən qardaşlarıma ayrı-ayrılıqda öz minnətdarlığımı bildirirəm. İstəyirsiniz kağızlarınızın hamısını gətirib Ehtiyac yoxdur bacım. Ehtiyac yoxdur ay bacı. Yəni bütün hara getmişiksə bütün kağızları durur. Allah kömək olsun. Deməli, Çox sağ olun, Allah razı olsun. Şəkidən Allah adamı 3000 rubl, Ağsulu Ramin qardaşım, mənim gözəl dostum 20 manat, Nəcəf balanın adından 5000 rubl, Moskvadan Saday qardaşım 1000 rubl, Nizat qardaşım 500 rubl, Murmanskidən Səbuhi qardaşım 500 rubl. Allah min əvəzin versin. Mənim xeyirxah qardaşım adı heç halda çəkilmir. Yəni bu qardaşımız o qardaşdır ki, hamı bilir, Rövşən qardaşımızın gözünü əməliyyat elətdirən qardaşımızdır. Hacı Sahil qardaşım, mənim gözəl dostum 2000 rubl. Nizatın dostu Cavid 1500 rubl. Zərifə xanım öz xeyirxah qrupundan özü paylaşıb, onun ətrafında olan insanlar da 40 manat cibləri dolu olsun. Habil Zümrxanlı 5 azayın. Allah cibinizi dolu eləsin, Allah canınızı sağ eləsin, Allah ruzunuzu bol eləsin. Şirin ağızla yeyəsiniz, bacım, mənim yolum biraz uzundur. Allah min əvəzin versin o pulu göndərənlərin də. Amin. Allah min əvəzini versin. Siz də şirin ağızla yeyəsiniz. Çox sağ olun. Allah canınızı çox sağ olun. Allah razı olsun. Sən də sağ ol qadanalım. Allah sənə şəfa versin. Allah, bax bu gül balam adı nədir? Aynur balamıza şəfa versin. Çox sağ olun bacım. Təşəkkür edirəm. Şirin ağızla yeyəsiniz. Belə demə bacım. Allah xatadan baladan uzaq eləsin. Çox sağ ol. Heç birinizə pis şeylər göstərməsin, gözü görməz. Amin inşallah. Sağ olun. Çox sağ ol. Çox sağ ol. Sağ olun. Allah canınızı sağ eləsin.